Gəncədə Qara Bazarda qiyməti 1 milyon 600 min manat olan 27 kiloqram heroin aşkarlandı. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun əlindəki idman çantasından yüksək təsir edici xassəyə malik 27 kiloqram 475 qram narkotik vasitə olan heroin aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və şəhər ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Qeyd edək ki, Ədil Ədilovdan aşkar olunan heroinin Qara Bazarda qiyməti 1 milyon 600 min manat dəyərində qiymətləndirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Ədil Ədilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat istintaqa tədbirləri davam etdirilir.